5 səbəbi var İlham Əliyevin Naxçıvana getməsinin. 1. Gizli görüş İranla. Əgər bəs bilmirsinizmi ki, Pezeşkiyan İlhamı löp belədi, bankaladı bilmirsiniz. Birbaşa cuhudların qabağına atdı. Hətta deyilənə görə İlham Əliyev gizli danışıqda Naxçıvanı İrana pay verəcək, İlham Əliyevə toxunmasınlar. Türklər də ona görə oradadır ki, ora burnunu soxmasınlar. Bunu yaşayaraq görərik. Burada nə dərəcədə doğru çıxacaq bu məlumat yaşayaraq görərik. Getdik. Yəni ikinci İlham Əliyev nəyə gəlir? Dost iş mərkəzinin açılışına gəlir. Üçüncü Bakı bus avtobusunlarının açılışına gəlir. Erdoğanın şirkətidir. Erdoğana yaltaqlanmaqdır burada. Dördüncü enerji mərkəzinin açılışına gəlir. Beşinci isə Naxçıvanın komando hərbi birliyinə bayraq verəcəkdi. Onu İlham Əliyev son anda təxirə saldı. Qorxusundan hərbiçilərin içinə girə bilmir. Nah dedisə bayraq verəcəyəm mən. Nah. Zaten Naxçıvanda Naxçıvan qalmır. Naxçıvan batıqdır. Yoxdur Naxçıvan. İndi əcəba Türkiyə mi götürəcək Naxçıvanı, İran mı götürəcək Naxçıvanı? Bax, burada qəribə ağlamaq tutur. İlham Əliyev, ona bir dənə Bakı olsun, hakimiyyət olsun. Axırda da hər şey satsın, çıxsın, geçsin. Bir gün Cəmiləni dilləsin, bir gün Manananı, bir gün nə bilim o birisi. İlham Əliyevə pul lazım. İlham Əliyev komando birliyinə bayraq verəndi. Hələ bu yayımı, indi sabah səfər gizli qalasıydı. Sabah səfəri yaymayasıydılar, bürüsü gün yayasıydılar. Təhlükəsizliyə görə. Nə təhlükəsizlik? Bütün hamı bilir ki, sən Naxçıvana gedirsən. İndi hal-hazırda Müdafiə naziri gedib ora. Nazir müavinləri, nazirlərdən bəziləri gedib. Zakir Həsənov oradadır. Sabah tezdən də İlham Əliyev gedəcək. Çox güman ki, təyyarəyə minməyə qorxur. Bəlkə də çerez Türkiyə gedəcək. Çünki İlham Əliyev Bakıda deyil. İlham Əliyev Türkiyədədir. Təyyarə ilə getməyə qorxur. İran üzərindən getməyə mümkün deyil. Ermənistan üzərindən. Bəhanə eləyib buralar. Türkiyədən keçəcək oradan, sədrəkdən gələcək. Allah eləsin elə oradan bir İranın başı boş dronu düşsün İlham Əliyevin boş başına. Amin Allah'ım, elə o bölgədə öldürmüşdü. İlhamın əlindən İbrahim Rəisini öldürmüşlər. Elə Allah eləyə İlham Əliyev də elə gedə.